Assalamu alaikum əziz dostlar. Bugün bizim Zaqatala rayonumuzun Tala kəndində, ikinci Tala kəndində peşə məktəbindən aşağı düşəndə dostlar, evin yuxarı hissəsində dükkan da var. Bu tərəfdən çıxanda Talaqala restoran tərəfdə məktəb də var. Baxın dostlar, ətrafı səfalı, gözəl yer, sakit yerdir. Çox gözəl, sakit bir yerdə yerləşir. Evin önündə dostlar çay. Gerçek. Özel böyle bir tane çay atar. Gel. Bu evin ön hissəsidir. Bu eve aittir. Ön hissəsidir. Buradan gaz kaçı da gidiyor dostlar. Bakın. Gaz kaçı da gidiyor. Düz evin önünden. Geçen bile həyəti de var. Sabah navest eləyə bilərsən, çay içmək gözəl yer düzəltə bilərsən, oturub çay istirahət eləyərsən. Və Bismillahirrahmanirrahim deyib dərvazadan içəri girib dostlar. Bu da bizim həyətimiz. Ev sahibi Bakıda yaşadığı üçün, düzdür biraz yəni ki gülü çiçəyi biraz çoxalıb, qəşəng palmaları var. Bir balaca lazımdır ki otu gələ biçəsən buranı biraz sərgisən amma yaşamır, burada yaşamır. Dostlar, ev 5 sot ev həyətdə tikilir. O həyət 5 sotdur. O başda, boyuna çəkmə. O başda him var. Toyuq saxlamaq üçün. Və gəl. 5 sotun o başda da həm də hasardan, mişar daşının hasardan həyət hörülür. Və gəlirik evə dostlar. Bu evin ön hissəsidir. Deməli, burada qəşəng çay içmək üçün balkon da var. Oturub çay içmək üçün balkonda. Oturub yayda istirahət eləyib belə, oturub belə baxa bilərsən, istirahət eləyə bilərsən. Qəşəng 5 sot həyəti var. Super yerdir, super qəşəng. Və evə daxil olur dostlar. Baxın. Dostlar, bu girdiyimizdə sanitar qoşağı sanuzer üçündür. Bütün materialı alınıb, hər bir şeyi var. İşıq sistemi çox qalın kabellərdən çəkilib. İyəsinin dediyinə görə hamısı qalın kabellərdən. Evlər Rigerdən qəşəng beton, Sibillərdə deyir qəşəng beton olunub. Yəni ev moşlu, zəlzələyə görə moşlu tikilir. Baxın dostlar, bura kuxna da eləyə bilərsiniz. Bir dənə kabellərə fikir verin. İşıq kabellərinə baxın dostlar var. Bütün moşlu kabellərdən tikilir. Burada qəşəng hol oturmaq üçün bir dənə geniş holdur. Belə televizor qoyan düzəltən yer üzəri. Bir dənə buranı çək. Buna ətrafını götür. Bu arkamda götür. Qəşəng bir dənə arka düzəlir. Bu arkamda götür. Bu ikinci otaq. Artısa deyərdim 5-in 4-ü otaq. 5.50-nin 4-ə. 4 yarıma belə. Qəşəng. Yerə laminat burası kimdir? Aboy burası vəziyyətləri. Aboy. Qapılar salınıb, aboy vurulmalıdır. Pəncərələr plastik salınıb. Hamı moşlu pəncərələr, qəşəng təzə pəncərələr salınıb. Bu da 3-cü otaq dostlar. 1, 2, 3, kuxna, sanuca, santarı və bu qəşəng baxın, orada qəşəng ürəkli işləyirlər belə. Nəsə işıqlar düzəltə bilərsiniz. Nə bilir, ürəyiz nə istəyir? Yerə də laminat vurulmalıdır, qəşəng. Bir dənə hündür var, maliyar işi eləyib dostlar. Buranın lazımdır aboy vurmaq inşallah. Və çıxırıq çölə. Dəmir qapını da görürsünüz, moşun dəmir qapısı var. Bəzi dostlar, dediyim kimi, burada inşallah kombi otaq da eləyə bilərsiniz. Balkon çay içmək üçün. Baxın nə gözəl görsənir dostlar. Çaya baxın, burada oturub çay içsin. Talanın da çox gözəl yerində, səfalı yerində yerləşir. Dostlar, ev sahibinin nömrəsini deyəcəm. İnşallah birbaşa ev sahibi ilə danışacaqsınız. Qiymətimiz 45.000 manata deyilir. Ev sahibinin dediyinə görə cüzi endirim olmasıdır. Kupçası var, sənədi var. Hər şeyi yeri yer. Burası sahibi Bakıda yaşayır. İnşallah telefon nömrəmizdə dostlar 050 789 70 72 nömrəsinə əlaqə saxlayın dostlar. Xanımdır. Çox qəşəng baxımlı evdir. Evə baxılıb, prosto evə yəni ki qapılar salınmalıdır. Evdə özün istəyinə uyğun aboy vurmalısan. Ev təzə tikili evdir. Dostlar, alana da satana da xeyirli olsun. Sağ olun.